Salam uşaqlar, bugünkü videomuzda sizə əkobla əbob arasındakı əlaqəni göstərəcəm. Nədir əlaqə? Deməli, tutaq ki, bizdə əkob, tutaq ki, A və B ədədləri verilib. Ya əbob da, yəni A və B ədədləridir. Bunlar arasındakı, tutaq ki, bunun cavabı olsun X, bunun cavabı olsun Y. Bunların arasındakı əlaqə nədir? X vurulsun Y bərabər olacaq əkob vurulsun əbob. Yəni AB, əkob AB vurulsun əbob AB. Bax, bu əlaqə var. Bu əlaqədən istifadə edərək gəlin bir misal həllinə baxaq. Misalımız nədir? Deməli, bizə deyir A bərabərdir 10'dur. B bərabərdir X çıx 6'dır. Əbob AB deyir 2'dir. Əkob AB bizə deyir 2X'dır. Əlaqəmiz var. X, Y bərabərdir əkob vurulsun əbob. Deməli, A ilə B, yəni əbobun və əkobu tapmalı olduğumuz ədədlər nələrdir? 10, deməli 10 vurulsun X çıx 6 nəyə bərabərdir? Əbob vurulsun əkob. 2 vurulsun 2X. Çox sadə. Deməli, vuraq açaq. 10X çıxılsın 60 bərabərdir 4X. Keçidə X-ləri bir tərəfə, X olmayanları bir tərəfə, 10X çıxılsın 4X. X bərabərliyin bu tərəfinə keçəndə avtomatik mənfi oldu. 60'ın qabağı mənfidir. Keçəndə bu tərəfə avtomatik müsbət oldu. 10X çıx 4X elədir. 6X bərabərdir 60, X də bərabərdir 10. Bu qədər sadə.